Təkallahlıq dininin universal mahiyyəti, imtiyaz yoxsa məsuliyyət? Təkallahlıq, monoteizm, təkcə bir tanrıya inanmaq deyil, həm də kainatda vahid və mütləq bir ədalət sisteminin mövcudluğunu qəbul etməkdir. Bu sistemdə heç bir fərdin və ya topluluğun genetik koduna, mənsub olduğu qəbiləyə görə toxunulmazlıq və ya üstünlük statusu verilmir. 1. Nəsil şərəfi və şəxsi məsuliyyət, Nuhun oğlu və Lutun xanımı. Peyğəmbər ailəsinə mənsubluq məsələsi monoteizmin ən sarsılmaz prinsiplərindən biridir. İnsanlar çox vaxt böyük şəxsiyyətlərin kölgəsində sığınacaq tapacaqlarını düşünsələr də, təkallahlıq dininin fundamental nümunələri bunun əksini göstərir. Nuh Peyğəmbərin oğlu atasının gəmisinə minməkdən imtina etdiyi üçün dalğalar arasında qərq olmuşdur. Atasının Peyğəmbər olması onu xilas etməmişdir. Lut Peyğəmbərin həyat yoldaşı, zalımların tərəfində durduğu üçün ilahi cəzadan yayına bilməmişdir. Bu nümunələr sübut edir ki, ilahi yanaşmada seçilmiş bəndə olmaq bioloji bir miras deyil, tamamilə fərdi seçimdir. Müəyyən edilmiş mənəvi etik qaydalara əməl edilmədiyi təqdirdə, Peyğəmbər övladı və ya yaxını olmaq bir şəxsi digər insanlardan daha üstün etmir. 2. Vəd edilmiş torpaq anlayışının mahiyyəti. Torpaq və ədalət əlaqəsi monoteist düşüncənin mühüm tərəflərindəndir. Vəd edilmiş torpaq anlayışı çox vaxt bir millətin mülkiyyət sənədi kimi təqdim olunsa da, mahiyyət etibarı ilə bu mülkiyyət deyil, bir imtahan sahəsi hesab olunur. Tarixi ardıcıllıq. Bir millətin özünü müəyyən bir ərazinin yeganə sahibi hesab etməsi, ondan əvvəlki minilliklərdə orada yaşamış xalqların varlığını inkar etmək mənasına gəlir. Əgər torpaq mülkiyyəti ilk gələnə məxsusdursa, tarixin gedişatında heç bir xalq özünü mütləq mənada ilk adlandıra bilməz. Məqsəd, dini mətnlərdə müəyyən bir əraziyə daxil olmaq əmri verildikdə, bu, həmin ərazidəki bütpərəstliyə və zülmə son qoyub, ədalətli nizamı qurmaq məqsədi daşıyırdı. Şəxsi qorxu və ya maddi maraqlar səbəbindən bu məsuliyyətdən qaçıldıqda, həmin vədin də mahiyyəti itmiş olur. Torpaq burada sadəcə bir vasitə, əsl məqsəd isə ədalətin bərqərar olmasıdır. 3. Millətlərin daxili quruluşu, yaxşılar və pislər. Bir millətin bütövlükdə seçilmiş elan edilməsi universal ədalət prinsipi ilə ziddiyyət təşkil edir. Çünki hər bir millətin daxilində müxtəlif qruplar mövcuddur. Ədalətli insanlar, yəni haqqı müdafiə edənlər, zalımlar, şəxsi varaqları üçün qaydaları pozanlar. Əgər bir topluluq bütövlükdə seçilmiş sayılsaydı, həmin millətin içindəki zalımlar da avtomatik olaraq müqəddəsləşdirilmiş olardı. Bu isə təkallahlığın təməlində dayanan haqq və nahaq tərəzisini sıradan çıxarardı. Buna görə də seçilmək millətə deyil, yalnız və yalnız təqvaya, yəni məsuliyyətli və dürüst davranışa bağlıdır. 4. Din toplumu deyil, qanunu tanıtmaq vasitəsidir. Təkallahlıq dininin əsl missiyası hər hansı bir etnik qrupu dünya lideri etmək deyil. Onun əsas məqsədləri bunlardır. İnsana öz yaradanını tanıtmaq, yer üzündə bütün insanlar üçün bərabər olan ilahi ədalət qanunlarını bərpa etmək, dini bir millətə məxsus etmək, onu universallıqdan çıxarıb yerli bir ideologiyaya çevirməkdir. Təkallahlıq isə günəş kimidir. O yalnız bir əraziyə və ya bir irqə deyil, bütün bəşəriyyətə eyni dərəcədə işıq saçmaq prinsipi üzərində qurulub. Nəticə, ya qaydalara əməl edirsən, ya da etmirsən prinsipi bütün mürəkkəb siyasi və etnik iddiaların fövqündə dayanır. İlahi tərəzi soy ağacına deyil, qəlbin saflığına və əməlin doğruluğuna əsaslanır. İmtiyaz gözləntisi təkallahlıq dininin universal ruhu ilə bir araya sığmır. Burada əsas olan üstünlük deyil, fərdi və ictimai məsuliyyətdir.